elədim. Deməli, Esmira xanım, bu xanımın bəlkə indiyəcən 100 dənə şəhidlər haqqında kitab var. Sayı hesabı yoxdur. Bu xanım, deməli, hətta evində olan əşyalarını da satıb bu kitablarını çıxarılır. Bax, Qəhrəman xanım, bunu almışlayın, xahiş edir. Hər şəhid, bu həyat yoldaşı da ona dəstək edir. Evimdəki şeyləri satıb o şəhidlər haqqında mən düşünürəm ki, belə yazar xanımlar da, Qəhrəman xanım. Mən çox böyük məmnuniyyətlə, bəli, sözü Esmira xanıma verirəm. Esmira xanım canım mənim, buyur. Təşəkkür edirəm, çox sağ olun. Mövzu elə bir dərin mövzudur ki, əslində tək mən deyiləm, yüzlərlə şair deyil. Əli qələm tutan hər kəs şəhidlər mövzusunda yazmağa başladısa, onun nə ucu, nə bucağı görsənir. Mənim digərlərindən fərqim odur ki, mən bütün həyatımı həsrələrim olaram. Mən şəhidlər haqqında yazanda nə müharibə olmamışdır, nə heç bizi gələcəkdə nələr gördüyünü heç birimizə xəbərimiz yoxdur. 2018-ci ildən mən evdə şəhidlər haqqında birini yazdım, adicə ikinci, üçüncü, 27 kitab yazdım şəhidlərə. Və bütün bölgələrdə Azərbaycan qarış-qarış şəhid ailələri ziyarət elədim. Onların anım günlərini təşkil elədim, ildö günlərini təşkil elədim, gücüm çatdığı qədər. Və qazimiz çıxış edəndə İsa müəllimin söz dedi ki, biz vətəndaş olaraq öz vicdani borcumuzu yerinə yetirdik. Könüllü olaraq şəhid ailələrinin yanında oluruq. Heç bir dəstəyim olmadan elədim. Südabə xanım təşəkkür edirəm, əziyyətli dilə gətirdi, qiymətləndirdi deyə. Heç bir dövlət qurumunun, heç bir imkanlı şəxslərin dəfələrlə oldu. Dedilər ki, sponsor tap şəhid kitablarını satmaq üçün. Hər dəfə cavabım bu oldu, sponsor bilmir ki, şəhidimiz var. İstəsə eləyər də, mən niyə gedib kimsə qapsını dönməliyim? Mənim gücüm buna çatır, gücüm çatdığını eləyəcək. Və eləməyə də davam edirəm. Bu yolda hər kim ki, o dəryaya bir damla atır, o mənim üçün çox əzizdir. Ümumiyyətlə, şəhid ailəsinin o gözündən düşən bir damla yaşı silməyi bacaran hər kəs mənim üçün əzizdir. Buna görə təşəkkür edirəm bu yolda könüllü xidmət edən hər kəsə. Təşəkkür edirəm qələmini, mürəkkəbini, gözünün yaşı edirəm hər kəsə. O ürəyinin qanlı, mən həmişə deyirəm ki, mənim qələmin mürəkkəbi adi mürəkkəb deyil, o mənim gözümün yaşı, ürəyimin qanlıdır. Ürəklə toxunan sözlərdir ki, o qələmi dilindən sevgili kəlmələrə, sevgili səhirlərə süzülür. Və biz şəhid anası danışdı, şəhid bacısı danışdı. Dəfələrlə tədbirlərdə qarşılaşdığım bir məsələ var ki, hərdən şəhid ataları inciyir, deyir ki, hər dəfə anaları özlərə çağırırlar tədbirlərə, başda mikrofon onlara verilir. Axı o şəhidlərin ataları da var, bizdə əziyyət çəkirik, bizdə yanırıq. Ata şehididir. Çox duyğulandım həqiqətən də, atam içimdən ağlayırmış dedi. Şəhid atalarının da çoxsu içində ağlayır. Dərdini dilə gətirə bilmir. Əgər icazəniz varsa, mən də bir şəhid atasının şehirini səsləndirmək istəyirəm. Şəhidimizin birindən atasına yazdığım şehri səsləndirmək istəyirəm ki, bu tədbirdə tək şəhidlərimiz, şəhid anaları, şəhid bacılar deyil, atalarla çoxmuş olsun ki, onların da biz unutmuruq. Camilimizin birindən bir şehir yazmışdım atasına, Qəhrəman Atalar kitabında yer almışdı bu şehir, elə onu səsləndirmək istəyirəm. Məni sən böyüdün, qəhrəman etdi. Sən mənim gözümdə zirvəsən, dağsan, anama, bacıma, qardaşıma da. Mənə olduğun tək arxa dayaqsın. Həyatda hər zaman çalışmışam ki, mənimlə fəxr edib qürur duyasız. Bugün yanınızda olmasam belə, şükrümsüz, duamsız, nə yaxşı varsınız. Atacan, üzülmə, atacan, üzülmə. Sən yoxluğuma. Yoxluğun varlığı yaradıb axı. Oğlun düşmənlərlə vuruşsa belə, sonda xilas edib. Bax, Qarabağı. Üçrəngli bayrağı qaldır zirvəyə. Göydə dalğalansın, yerə enməsin. Sən mənim atamsan. Sən qəhrəman.
insansın. O sənin xətrinə kimsə dəyməsin. Sən mən kimsə dəyməsin. Dəyməyən şəhid ailələr xətrinə. Yetəri qədər əziyyət, yetəri qədər yoxluq, həsrət çəkirlər. O bəzən incik kəlmələri də, bəzən küskün sözləri də yaşadıkları acının təsirindən gəlir. Əslində özlüyündə hər kəs daxilində çox gözəl bir insandır. Allah səbir versin hər birinizə. Şəhidlərimizin ruhu şad olsun və günün mövzusuna qayıdandır. Bu sizə söz verdiyim kimi sizə əmanətlər. İcazənizlə Esmira Güneş, qoy soyadında deyim sizə, təxəllüsü. Esmira Güneş. Rübailər kitabıyla mən oturanda açdım bir-iki, baxdım sətirlərinə. Bilirəm, vaxtımız çox az qalıb. Amma malikimiz də qirayət istəyir bayaqdan qonaqların hər birindən. Mən rübailəri Məhsəti Gəncəvidən oxumuşam. Yaradıcısı, qurucusu. Mən xəyallarımda rübailərin başqa bir yeri var. Və ondan sonra da sevdiyi rübailər kimi mən əminəm ki, bu kitabda sevimlərin sırasında yer alacaq. Əgər ki, mənim üçün qalıbsa, bilirəm. Bu kitab sizə bağışlayır, mən siz xidmət Şöyle rübailərin ilk bənddə mən səsləndirim. Çünki çox mənalı, çox dərin kəlmələri var. Elə açan kimi ilk misralardan başlayıb. Qismət olan bu ömrü yaşamadım hədəri. Yazdım, yadigar qalsın könül rübailəri. Qəlbimin səsindən bir kitab yazdım. Hər səhri, misrası, nəsiyyət dolu. Qoy məndən bir kiçik yadigar qalsın. Bir zaman yetəndə ömrümün sonu. Hər yurdun, məkanın bir tarixi var. Tarixi yazırlar, tarix yazarlar. Gələn nəsillərə kaş çatsın sözü, yaşaraq nə qədər xatırlayan var. Yanmasaydım, yananların dərdinə, qara daşla, onda mənim fərqim nə? Bu dünyaya mən də belə gəlmişəm. Bir narahat, ürək düşüb bəxtimə. Bir narahat, ürək düşüb bəxtimə. Teşekkür ederim. Qələminizi olsun, yazar olsun. Sağ olun. Sağ olun.